Deməli, baxıram Aysunun Mənzuriyə Musayeva haqda dediklərinə. Kommentlərdə yazırlar, çox böyük danışır, nə bilim. Mən anlamıram da bu bəzi cəmiyyətin üzvlərini. İnsan çıxıb anasını müdafiə etməsin və yaxud çox böyük danışır. Sizlər böyütmüsünüz də. Mənzurənin qıçı boydadır Aysun. Mənzurəni mən çox istəyirəm, Mənzurə mənim dostumdur. Amma Mənzurə çıxıb efirdə deyəndə ki, mənim olsa cavabımı verə bilməyəcək, danışırsa ki, Rəqsanə azadlıqda olanda demədiyini 140 il keçəndən sonra çıxıb efirdə bunu deyəndə onun da balası cavab verməlidir. Niyə qınıyırsınız? Siz böyütdünüz də Aysunu. Belə də ki, Aysun balaca deyil. Aysun artıq öz övladı var. Çıxıb anasını müdafiə eləməsin. Çox inançdıranmı? Çox belə qeyri düşün, prime time beyin sizi.